ki imanatların Peygamber Efendimizin Allah sanatları 4 halifəni və dört müqəddəs qadını İslamın 2 hədini. Bir yana da İslamın 2 hədini. Deməli 12 imanatları İman Əli, İman Həsən, İman Hüseyin, İman Səccad, İman Muhammed Baqir, İman Cəfər Sadiq, İman Kazım, İman Rıza, İman Muhammed, İman Tağı, İman Əli Yənnəqi, İman Həsən Əskəri, İman Meddi. Deməli, sonra keçirik, gəlirik. 4 xəlifəni sizə deyirəm. Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Osman, Həzrəti Əli, 4 müqəddəs qadın, Həzrəti Asiya, Həzrəti Məryəm, Həzrəti Xədicə, Həzrəti Fatimə. 4 müqəddəs qadın bir dənədir, sizə demişdim. Həzrəti Sümüyyə. Budur. Sonra gəldik Peyğəmbər Efendimizin ailəsinin adlarının adası Abdullah, anası Əminə, anası Halimə, qızı Həzrəti Fatimə, oğullar Qasım Tayyib, Tahir İbrahim, babası Əbu Talib, əmisi Əbu Talib yenə. Nəvələri Hüseyin, babasını səhv elədim. Əbdülmüttəlib bu olacaqdır.